qarşısında böyük bir dənə şəhər qurublar. İnsanların səsini qoymurlar çatsın Ali Baş Komandana. Biz onun sərəncamı ilə getmişik savaşa. Savaşın da bir dənə sərəncam versin, döyüşməyə, savaşmağa hazırıq canla başla. Bir müraciətimiz odur Ali Baş Komandana ki, xahiş edirik bizim məsələyə özü baxsın. Biz yazırıq Prezident.az saytına, bilmirəm, 2 ay bundan qabaq yazmışdıq, ay yarımdan qabaq yazmışdıq. Silirlər, atırlar, ona heç mərci olunmur. Yazırıq Müdafiə Nazirliyinə, zirib atırlar ərizəni, Prezident mərci olunmur. Həmçinin KBT həmçinin. Müraciət edirik, çatdırılmır Ali Baş Komandana. Və zirib atırlar, bizim şikayətlərimiz görməzdən gəlir. Çox xahiş edirik Cənab Ali Baş Komandan. Biz sizin müsəlləh əsgəriniz olmuşuq. Mən şəxsən atasız olaraq getmişəm savaşa. 17 il atamı itirmişəm. 3 övladım vardı üstüdən savaşa gedəndə. 2 övladım qoymuşam qayıtanın üstünə, qayıtanın üstündəki. Gedərəm birdən gəlmərəm də, şəhid olaram birdən. O ümidlə biz getmişdik savaşa. Nə olsun ki, yəni bizim sərəncamımız gəlmişdi. Noyabrın 12-sində biz çıxırdıq Ağdərə tərəfə. Birbaşa ölmə gedəcəkdik ora. Ağdərə çıxmaq yəni ölmə getməkdir. Yəni sərəncamımız belə gəlmişdi, əmrimiz gəlmişdi daha doğrusu. Biz noyabrın 12-sində 2020-ci il çıxırdıq Ağdərə tərəfə döyüşə çıxırdıq. Yəni bilinmirdi ki, heç kim bilmirdi ki, savaş dayanacaq. 9 gecə savaş dayandı, biz qaldıq, noyabrın, dekabrın 26-sı təqsirlənən oldu, yanvar təqsirlənən oldu. Yəni, biz savaşmaq eşqi ilə getmişdik ora. Cənab Ali Baş Komandanın sərəncamı gəlmişdik, savaşmaq eşqi ilə getmişdik. Yenə deyirəm, savaşın yenə getməyə hazırıq. Çox xahiş edirik Cənab Ali Baş Komandan. Siz özünüz götürün öz şəxsi nəzarətinizə bizim məsələni. Gördüm, 500 nəfərdən çox insanın haqqı verilmir. Hakimlər var bunun içində, hərbçilər, sırf hükümətdə olanlar var, hərbi pilotlar var, onların təminatı var, bizim kimi təminatda olan insan qardaşlar var. Çox xahiş edirik Cənab Ali Baş Komandan. Məsələn, Bəşirəm sinirindən birini topuq vurur. Çox xahiş edirik Cənab Ali Baş Komandan. Siz özünüz götürün şəxsi nəzarətinizə bizim məsələni. Və bu məmurlara qalsa düzəlməyəcək bizim məsələmiz. Bizim haqqımızı yeyəcəklər. Və onların bir məqsədi var bu məmurların. Bizi sizdən, dövlətdən, hakimiyyətdən narazı salsınlar. Bunların məqsədi odur. Bax, bir dənə də göstərəm, bir də bir qardaşımız da gəldi. O burada fəxri fərmanı verilibdir həmən vaxtda. Bir də üzr istəyirəm, keçən səfər biz burada Müdafiə Nazirinə gedəndə, Nazirə kabinetə gedəndə, ondan sonra biz göndərdilər Müdafiə Nazirinə. Müdafiə Nazirinə polkovnik Elbrus, familiyasını bilmirəm, Mehdixanov bizə qayıt deyir ki, özü qəbul elədi. Biz də deyirik ki, sizə həmişə biz mesaj yazırıq, nə bilim, nəsə bildiriş göndəririk, siz bizə rədd cavabı verirsiniz. Bizə yüksək vəzifəli insan lazımdır. Deyir, yaxşı, gözləyib gəlir. Deyir ki, general gəlsin, nə bilim də, yəni yüksək vəzifəli olsun da ki. Deyir ki, həmən Elbrus Mehdixanov bizə deyir ki, general sizlə görüşə bilməz. Niyə? General mən belə pısılmasın. Mənlə eyni səviyyəli bir insanım. Bu Zuzman Nesman'da fərqinə ki, general mən eyni səviyyəli insanım. Onun uzusu var, mənim uzun yoxdur.